Ya Rəbb, minnətdarıq sənə. Господь, мы благодарны Çox Тебе. sağ ol Rəbb. İlahilərə görə çox sağ ol. Спасибо Тебе за песни, Musiqiyə görə за mузыку, ki, musiqi Rəbb bizim ruhlarımızı tərpədir, nəyisə oyadır. за то, что музыка пробуждает нас, что-то двигает нас. İndi xeyir dua ver Rəbb biz oxuduğumuz kəlamdan parçaya. Благослови сейчас через этот отрывок Писания, Bəli, sözə xeyir dua ver. благослови Слово. Amma eləcə də xahiş edirik Rəbb, bizim ünsiyyətimizə, o vaxt ki biz gedəcəyik bir yerdə şam yeməyi yeyəcəyik, xeyir dua ver, xahiş edirik. И также мы просим, благослови это время, когда мы пойдем вместе на Biz, ужин. biz ailəyik. Мы семья. Bizi ailə kimi xeyir dualandır, xahiş Благослови edirik. нас как семью, Xahiş Господь. edirik. Qoy bu unudulmaz bir vaxt olsun, ünsiyyətdə, sevgidə Rəbb. Пусть это будет незабываемое время в беседе, в любви. Bəli, ya Rəbb, minnətdarıq sənə. Благодарим Тебя, Господь. Xeyir dua ver indi bu vaxtda. Благослови это время. İsa Məsihin ismi ilə. Во имя Иисуса Христа. Amin. Аминь. Amin. Biz oxuyacağıq Süleyman məsələləri kitabından Мы будем читать из притчей. və yeri gəlmişkən bölüşə bilərəm sizlə. Belə bir fikrim var. И к слову я могу поделиться, есть такая мысль у меня. Ki biz sizlə 3-cü günlər bütün məsələlər kitabını oxuyaq bir yerdə və keçək. Yəni bu kitabı birlikdə По keçək. средам мы будем проходить книгу притч, и всю эту книгу, чтобы мы прошли. Və keçən toplantıda biz danışdıq. 8-ci bəndə kimi oxuduq. И на прошлом собрании мы почитали до 8 стиха. Bugün 8-ci bənddən başlayacağıq. Мы начнем с 8 стиха сегодня. Yaxşı, gəlin açaq. Давайте откроем. Oğlum, ata tərbiyəsinə qulaq as. Ananın öyrətdiklərini kənara atma. «Слушай, сын мой, наставление отца твоего, и не отвергай завета матери твоей. Onlar başını gözəl çələng kimi, boynunu boyunbağı kimi bəzər. Потому что это прекрасный венок для головы твоей и украшение для шеи твоей. Oğlum, qoyma səni günahkarlar azdırsın. Сын мой, если будут склонять тебя грешники, не соглашайся. Desələr ki, gəl bizimlə pusqu qurub qan tökək, nağaq yerə günahsızları güdək. Если будут говорить, иди с нами, сделаем засаду для убийства, подстережем непорочного без вины. Gəl onları ölülər diyarı kimi diri-diri udaq, tamam qəbrə düşənlərə bənzəsinlər. Живых проглотим их, как преисподние, и целых, как нисходящих в могилу. Onda çoxlu qiymətli sərvət taparıq, evlərimizi talan malı ilə doldurarıq. Наберем всякого драгоценного имущества, наполним домы наши добычей. Bizə qoşul, qoy kisəmiz bir olsun. Присоединяйся к нам. Ты читаешь? Aha. А здесь по-другому. Жребий твой ты будешь бросать вместе с нами. Склад один будет всех у нас. Oğlum, onlara qoşulma, yollarına ayaq basma. Сын мой, не ходи в путь с ними, удержи ногу твою от стези их. Çünki onların ayaqları pisliyə tərəf qaçar, qan tökməyə tələsər. Потому что ноги их бегут ко злу и спешат на пролитие крови. Bir quşun gözü önündə tələ qurmaq faydasızdır. В глазах всех птиц напрасно расставляется сеть. Çünki onların qurduğu pusqu öz qanlarını tökmək üçündür, güdməkləri öz canları üçündür. А делает засаду для их крови и подстерегает их души. Tamahkarın yolu həmişə belədir. Tamağı onun canını alar. Таковы пути всякого, кто алчит чужого добра. Оно отнимает жизнь у завладевшего им. Hikmət bayırda ucadan çağırır, meydanlarda onun səsi ucalır. Премудрость возглашает на улице, на площадях возвышает голос свой. O səsli küylü küçələrin başında çağırır. Şəhər darvazalarında deyir: "Ey cahillər, nə vaxtadək cəhaləti sevəcəksiniz? Nə vaxtadək rişxəndçilər rişxəndlə zövq alacaq? Axmaqların bilikdən zəhləsi gedəcək." В главных местах собраний проповедует, при входах в городские ворота говорит речь свою: «Доколе невежды будете любить невежество, доколе буйные будут услаждаться буйством,
доколе глупцы будут ненавидеть знания. Məzəmmətimdən düzəlsəydiniz, ruhumu üstünüzə tökərdim. Sözlərimi sizə bildirərdim. Обратитесь к моему обличению. Вот я изолью на вас дух мой, возвещу вам слова мои. Sizi çağıranda məni rədd etdiniz. Əlimi uzadanda əhəmiyyət vermədiniz. Я звала, и вы не послушались, простирала руку мою, и не было внимающего. Bütün nəsihətlərimi boş saydınız. Məzəmmətlərimi qəbul etmədiniz. И вы отвергли все мои советы, и обличений моих не приняли. Ona görə də sizin üzərinizə bəla gələndə güləcəyəm. Dəhşət sizi bürüyəndə, tufan kimi dəhşət sizə hücum çəkəndə, sizə qasırğa kimi bəla gələndə, dara əziyyətə düşəndə istehza edəcəyəm. Зато и я посмеюсь вашей погибели, порадуюсь, когда придет на вас ужас, когда придет на вас ужас, как буря, и беда, как вихрь, принесется на вас, когда постигнет вас скорбь и теснота. O vaxt məni çağıranlara cavab verməyəcəm. Səylə axtarsalar da məni tapa bilməyəcəklər. Тогда будут звать меня, и я не услышу. С утра будут искать меня, и не найдут меня. Çünki onlar biliyə nifrət etdilər, Rəbdən qorxmaq istəmədilər, nəsihətimi istəmədilər, hər məzəmmətimi rədd etdilər. За то, что они возненавидели знания и не избрали для себя страха Господня, не приняли совета моего, презрели все обличения мои. Buna görə də öz yollarının bəhrəsini yeyəcəklər, öz nəsihətləri ilə doyacaqlar. Зато и будут они вкушать от плодов путей своих и насыщаться от помыслов своих. Cahili öz başınalığı öldürəcək, axmağı laqeydliyi məhv edəcək. Потому что упорство невежд убьет их, и беспечность глупцов погубит их. Mənə qulaq asanlarsa, əmin amanlıqda yaşayacaq, rahatlıq tapacaq, pislikdən qorxmayacaq. А слушающий меня будет жить безопасно и спокойно, не страшась зла. Amin. Аминь. Sadəcə bir mənzərə. Bütün bu bəndlər, bu böyük parçadır. Это здесь много стихов и одна картина. Amma bir mənzərə var burada. Есть одна картина. Nədən söhbət gedir? О чем идет речь? Nə baş verir burada? Что тут происходит? Müdriklik çağırır. Мудрость зовет. Müdriklik çağırır. Мудрость Harda зовет. çağırır? Где зовет? Təsəvvür et. Bu mənzərəni təsəvvür eləyin. Вы представьте себе эту картину. 20-ci bənd. 20 стих. Yazılıb, hikmət bayırda ucadan çağırır. Премудрость возглашает на улице, на площадях, возвышает Meydanlarda голос. onun səsi ucalır. На площадях возвышает голос свой. Bax, bu mənzərəni istəyirəm ki, bunu doğrudan təsəvvür eləyək. Вот я бы очень хотел, чтобы вы просто представили себе Sadəcə эту təsəvvür картину. eləyin bunu. Sadəcə Просто təsəvvür eləyin bunu. представьте. Bilirsiniz nəyi təsəvvür eləyin? Знаете, что представьте? Gəlin bir bəndi birinci açaq. Давайте откроем Və один bu, стих. mən inanıram ki, bu bizə kömək eləyəcək. Я верю, что это нам поможет. Gəlin bu tərəfdən məsələlər kitabını saxlayaq. Bu Давайте birisi tərəfdə isə оставим Lukanın müjdəsini И açaq. откроем Евангелие от Луки, 13-cü fəsil, 13 главу. 34-cü bəndi oxuyaq. 34 стих. Burada İsa Məsih deyir. И здесь Иисус İsa Христос Məsih говорит. deyir. Ey Yerusəlim, Yerusəlim, peyğəmbərləri öldürən və ora göndərənləri daşqalaq edən şəhər. Toyuq cücələrini qanadları altına yığan kimi mən də dəfələrlə sənin övladlarını yığmaq istədim. Siz isə istəmədiniz. Иерусалим, Иерусалим, избивающий пророков и камнями побивающий посланных к тебе. Сколько раз хотел я собрать чад твоих, как птица птенцов своих под крылья, и вы не захотели. Təsəvvür eləyin bunu. Представьте Ki, İsa себе. Məsih Yerusəlimə baxır Иисус Христос смотрит на Иерусалим və qışqırır, и кричит, bərkdən deyir. громко говорит. Çünki hiss edirsiniz bunu, Yerusəlim, Yerusəlim. Видите, как он обращается? Иерусалим, Иерусалим. Yerusəlim, Yerusəlim. Иерусалим, Иерусалим. Eşid məni. Слышь меня, Mən səni çağırıram. я тебя зову. Mənim sənə üçün mesajım var. У меня Mən səni есть yığmaq послание istəyirəm. для тебя.
Я хочу Mənim собрать sənə тебя. məsləhətim var. У меня есть совет для тебя. Bax bu mənzərəni təsəvvür eləyin. Представьте себе эту картину. Müdriklük şəhərdə gəzir. Mudрость ходит по городу. Müdriklük meydana çıxır. Mudрость выходит Və на müdriklük площадь. qışqırır. Mudroсть кричит. Bərkdən danışır, bərkdən Очень громко danışır. говорит. Gəlin və eşidin. Приходите, Gəlin və услышьте. eşidin. Mən istəyirəm ki, siz məni eşidəsiniz. Я хочу, чтобы вы слышали меня. Mənim mesajım var sizin У üçün. меня есть послание для вас. Amma reaksiya Но какая реакция? 24-cü bənd. Süleyman məsəlləri 1:24. Притча 1:24. Sizi çağıranda məni rədd etdiniz. Əlimi uzadanda əhəmiyyət vermədiniz. Я звала, и вы не послушались. Простирала руку мою, и не было внимающего. 29-cu bənd. Onlar biliyə nifrət etdilər. 29 стих. За то, что они возненавидели знание. 30-cu bənd. Nəsihətimi istəmədilər, məzəmmətimi rədd etdilər. Не приняли, 30 стих. Не приняли совета моего, презрели все обличения мои. Və 32-ci bənd. Cahili özbaşınalığı öldürəcək. И 32 стих. Потому что упорство невежд убьет их, Axmaqlığı, laqeydliyi məhv edəcək. и bеспечность глупцов погубит их. Müdriklük qışqırır, Мудрость кричит. müdriklük çağırır. Мудрость зовет. 21-ci bənd. 21 стих. O səsli küylü küçələrin başında çağırır. Şəhər darvazalarında deyir. В главных местах собраний проповедует. При входах в городские ворота говорит речь Və свою. burada bu çağırır sözü bir söz nə sözdür? Çox bərkdən var gücünlə kimisə çağırmaq. И Var здесь gücünlə. слово «зовет» — это значит зовет со всей силы. Bərkdən. Очень громко. Gəlin, Приходите. gəlin. Приходите. Təsəvvür eləyin bunu. Представьте себе Müdriklük эту şəhəri картину. gəzir. Mudroсть ходит по городу. Müdriklüyün mesajı var. И Müdriklüyü у danışmaq мудрости istəyir. есть послание. Müdriklüyün mesajı var. У нее есть послание. Amma mənim ürəyim, Но мое сердце, insanın ürəyi, человеческое сердце, necə insanın ürəyi buna hay verə bilər, necə cavab verə bilər? как может откликнуться человеческое сердце? Как оно может ответить? Necədir insanın ürəyi bu çağırışa qarşı? Каково оно по отношению к этому Bax, istəyərdim ki, bu призыву? haqda düşünəsiz. Я хотел бы, чтобы вы думали об этом. Bu çox güclüdür Это очень сильно. ki, insanın bax bu cür hətta azadlığı da deməyək, bu cür qüdrəti deyək. Свобода человека, сила человека в этом. O inkar eləyə bilər. Он может отвергать. O çəkilə bilər, o rədd eləyə bilər. Он может отвергать, прогонять, Nifrət eləyə bilər. ненавидеть Deyə может. bilər mən istəmirəm. Может сказать, я не хочу. İnsanın ürəyi bunu eləyə bilər. Allahın kəlamı belə deyir. Сердце человека может делать. Слово Божье говорит это. Bəzi təlimlər var. Есть Hansılar ki некоторые deyirlər ki, учения. əgər Rəbb istəyirsə kimisə xilas eləmək o mütləq xilas eləyəcək. İnsan buna heç nə eləyə bilməz. Если Бог хочет кого-то спасти, Он обязательно это сделает, и человек ничего не может Amma сделать. çox maraqlıdır bu bəndlər. Hansılar ki dəfələrlə insanın reaksiyasını bizə bildirir ki, bax bu cür insan eləyə bilir. Но вот эти удивительные стихи, они показывают нам человеческую реакцию, что человек может реагировать вот таким образом. Sizi çağıranda məni rədd etdiniz. Когда я звал вас, вы отвергли меня. Və sonra cahili özbaşınalığı öldürəcək. Özbaşınalıq. Невежд Убьет упорство. убьет упорство. Özbaşınalıq istədiklərini eləyirlər. İnsan bunu eləyə bilir, istədiyini eləyə bilir. Человек может делать так, то, что он хочет. Mən istədiyimi eləyirəm. Я делаю то, что я Müdriklük хочу. çağırır, amma mən istədiyimi eləyirəm. Мудрость зовет, а я делаю то, что я хочу. Axmağı laqeydliyi məhv edəcək. Глупость будет ненавидеть знание. Да? 32 стих. 32.
Беспечность глупцов погубит их. Bax bu laqeydlik sözü. Беспечность. Aha, bu da çox maraqlı sözdür. Это очень интересное слово. Laqeydlik. Bеспечность. Ola bilərmi ki, imanlı laqeyd cavab versin? Может ли верующий ответить беспечно? Müdriklük qışqırsın. Мудрость будет Müdriklük кричать. desin, mən səndən danışmaq istəyirəm. Мудрость будет говорить, я хочу с тобой Ola bilərmi ki, поговорить. Rəbb desin, mən səndən danışmaq istəyirəm. Господь говорит, я хочу поговорить с Eşid тобой. məni. Услышь Eşid меня. məni. Mən səndən Услышь danışmaq меня. Я istəyirəm. хочу поговорить с Mən тобой. isə laqeydəm. А я беспечен. Eləyə bilərəmmi? Могу я быть Varmı mənim беспечным? ürəyimdə o qədər güc ki, mən Rəbbə deyim, yo, mən istəmirəm. Yo, danışma məndən. Могу ли я сказать Богу, не, я не хочу, не надо говорить со мной. Mən laqeyd ola bilərəm. Я могу быть беспечным. Allaha qarşı laqeyd По ola bilərəm. отношению к Богу я могу быть беспечным. Bu dəhşətdir, yo. Это ужасно. Bax, bütün bu reaksiyaları oxuyanda mən dəhşətə gəlirdim. İnsanın ürəyindən dəhşətə gəlirdim. Вот когда я читал все эти реакции, я просто был в ужасе от человеческих реакций. Necə bizim ürəyimiz Rəbbin çağırışına, müdriklüyə cavab verə bilər. Как наше сердце может откликаться, отвечать Богу, отвечать мудрости. İmansızların, amma eləcə də imanlıların ürəyi necə cavab verə bilərik biz? Не только неверующих, но также и верующих. Как мы можем отвечать? Amma vəzimiz insanın ürəyi haqqda deyil. Но сейчас наша проповедь не о Человеческом не сердце. о человеческом Bizim сердце. vəzimiz insanın ürəyi haqqda deyil. Не о человеческом Bu haqda сердце. düşünün. Bax, yenidən bu mənzərə haqda düşünün. Думайте об этом. Думайте вот об этом. Ki müdriklük şəhərdə gəzir. О том, что мудрость ходит по городу. Ki müdriklük çağırır. Мудрость зовет. Müdriklük danışmaq istəyir. Mудрость хочет говорить. Sizlə danışmaq С istəyir. вами хочет говорить. Düşünün bu haqda. Allah Просто sizlə danışmaq думайте istəyir. о том, что Бог хочет Düşünün говорить bu с haqda. вами. İsa Məsih sizlə danışmaq istəyir. Onun Иисус sözü хочет var sizin говорить с üçün. вами через свое слово. O danışmaq istəyir. Он O хочет çağırır. говорить. И Он Və зовет. bilirsiniz nə maraqlıdır? И знаете, что O интересно? eşidilmək istəyir. Он хочет быть услышанным. Bu elə belə müdriklük eşidilmək istəyir. Он хочет быть услышанным. Bu elə belə çağırış deyil. Это не просто Bu вызов. iradə ilə dolu olan çağırışdır. Это вызов, который наполнен волей. Bu çağırışın iradəsi var. У этого вызова есть воля. O çağırır və eləcə də o səmimi olaraq istəyir. И он искренне, он зовет, и он искренне этого хочет. İstəyir ki, eşidilsin. Он хочет быть услышанным. İstəyir ki, qəbul olunsun. Он хочет быть принятым. Hə? İstəyir ki, bəli, mənimsədilsin. İstəyir ki, qəbul olunsun. Он хочет быть принятым. Müdriklük bu cür çağırır. И вот таким образом мудрость зовет. Yazılıb o çığırır. Говорит, что он кричит. Səsini uca tutur. Очень громко говорит. Ürəyimizin qapısını döyür. Он стучит в сердце. Neyniyir? Что он делает? Təsəvvür edin, sadəcə bunu təsəvvür eləyin. Просто представьте это. Müdriklük deyir, başqa neyniyim? Mudroсть говорит, что мне еще Başqa сделать? neyniyim ki, eşidilim? Mən Что- eşidilmək istəyirəm. Что еще сделать, Mən чтобы быть insanla danışmaq услышанным? istəyirəm. Я хочу быть услышанным людьми. Я хочу говорить с Ey человеком. insan, mən səndən danışmaq istəyirəm. Человек, я хочу говорить с тобой. Neyniyim ki, səndən danışım? Что мне сделать, Mən чтобы qışqırmağa говорить с тобой? hazıram. Я готов кричать. Mən ora getməyə hazıram. Я готов идти туда, куда угодно. Hara kimi lazımdır gedim. Куда надо, докуда нужно, я готов Amma дойти. son olaraq bu sənin ürəyin haqqdadır. Но в конце концов это о твоем сердце. Bu sənin hay vermən haqqdadır. Это о твоем ответе. Eşitmək istəyirsənmi? Хочешь ли ты услышать? Allah deyir, mən qışqırmağa hazıram. Bог говорит, я готов кричать. Amma sən yenə də rədd eləyə bilərsən. Но ты также можешь отвергнуть. Mən bunu sənin əllərinə vermişəm. Mən Я дал это тебе в руки. Sən məni eşidə bilərsən, Ты можешь меня слышать sən məni rədd eləyə bilərsən. и можешь меня отвергать. Amma mən qışqırıram, mən səsimi qaldırmaqdan utanmıram. Но я кричу, и я не стесняюсь повышать голос, Mən səndən danışmaq istəyirəm. потому что я хочу говорить с тобой. Sənin ürəyi və sənin ürəyin qapısına döyürəm. Я Sənin хочу ürəyinə говорить к müraciət твоему edirəm. сердцу, и я стучу в твое сердце. Mənə hay ver. Откликнись мне. Düşünün bu haqda. Думайте об этом. Düşünün Rəbbin bu ürəyi haqda.
Думайте о сердце Бога, Necə o istəyir insanlarla danışsın. как Он хочет говорить с человеком, Necə onun ürəyi yanır bunun üçün. как Его сердце горит по этому Düşünün поводу. İsa Məsih haqqında, hansı ki baxır Yerusəlimə Подумайте об Иисусе Христе, который смотрит на və Иерусалим. ürəyi sanki belə bilmirəm, yəni alovludur, qanla doludur, partlamağa hazırdır ki, ey Yerusəlim, Yerusəlim, mən istəyirəm. Его сердце, оно как будто горит, оно как будто переполнено кровью и взорвется вот сейчас. Düşünün bu haqqda. Подумайте об O vaxt этом. ki biz indi çölə çıxacağıq. Düşünün bu insanlar haqqında. Düşünün. Думайте, Rəbb когда мы onlarla сейчас danışmaq istəyir. пойдем, что об этих людях, которых мы будем встречать, как Бог хочет поговорить с ними. Mən elə bir məsələ eşitmişəm ki, Я слышал такое. sonda Rəbdən bir cümlə soruşsalar, o bəşəriyyətə nə deyəcək? А в конце концов, когда у Бога спросят одну вещь, что Он скажет Və человечеству? bu internetdə bir ara çox dəbdə idi. И Deyirdilər ki, Rəbb deyəcək ki, siz məni səhv başa düşdünüz. это было mодно в интернете, Ki siz məni səhv başa düşdünüz deyəcək. что вы меня неправильно поняли. Əslinə qalsa, Если честно, mən bu fəsilə görə mən doğrudan inanıram из-за этого отрывка я в действительности верю. ki, onun ürəyi buna görədir ki, hər kəs xilas olsun. Его сердце таково, что Он хочет, чтобы каждый был Ki, mən спасен. daha çox eşidilmək istəyirəm. И я хочу быть услышанным. Mən daha çox eşidilmək Я istəyirəm. хочу быть услышанным Mən еще daha çox больше. ünsiyyətdə olmaq istəyirəm. Я хочу еще больше быть в общении, Çünki mən küçələri gəzirdim. потому что я ходил по улицам, Çünki mən meydanlara çıxırdım. потому что я выходил и возвышал свой голос на площадях. Şəhərin darvazalarının yanından səsimi qaldırırdım. Я кричал у ворот города. Mənim insana sözüm var. У меня есть слово для Mən человека. səndən danışmaq istəyirəm. Я хочу говорить к тебе. Danışmaq istəyən Rəbb. Бог, который хочет говорить. Gəlin indi dua eləyək Давайте сейчас və помолимся. sadəcə düşünün bu mənzərə haqqında. Просто думайте об O этой sizlə картине. danışmaq istəyir. Он хочет говорить с вами. O insanla danışmaq istəyir. Он хочет говорить с человеком. Onun mesajı var. У него есть послание для O вас. çox danışmaq istəyir. Он хочет говорить. O yorulmur sizlə danışmaqdan. Он не устает говорить с вами. O əbədiyyət boyu sizlə danışacaq Он будет говорить с вами всю вечность. və o hər kəslə danışmaq istəyir. Он хочет говорить с каждым. Siz heç kimi aldatmayacaqsınız. Вы никого Əgər Əgər tanımadığınız insana yaxınlaşsaz və desəz Rəbb səndən danışmaq istəyir, siz onu aldatmayasınız. Вы никогда не ошибетесь, если подойдете к любому человеку и скажете, что Бог хочет поговорить с тобой. Rəbb səndən danışmaq istəyir. Qulağını iti saxla, ürəyini yumşat, Rəbb səndən danışmaq Бог istəyir. хочет поговорить с тобой. Напряги свое ухо и расслабь свое сердце. Открой свое сердце. Siz aldatmayacaqsınız. Nə imanlı, Вы не nə imansızı. ошибетесь. Вы не ошибетесь, если подойдете к верующему или к неверующему. Yaxşı. Хорошо. Ya Rəbb, minnətdarıq sənə. Господь, мы благодарны тебе. Minnətdarıq sənə Rəbb ki, sən danışan Rəbbsən. Благодарим за то, что ты говорящий Бог. Və necə sən Rəbb bizə görə hər şeyi yaradan Rəbb, sən səsini ucaldırsan, sən qışqırırsan. Ты Бог, Утамбурсан. который сотворил все. Ты повышаешь за нас свой голос. Sən istəyirsən ki, eşidiləsən. Ты хочешь быть услышанным. Bizim ürəyimiz isə bəzən inadkar olur, Rəbb, bəzən başqa fikirlərlə dolu olur, Rəbb. Наше же сердце, оно иногда бывает отвергает, иногда просто бывает забито чем-то другим. Bəzən o qədər skeptik olur ki, Rəbb, Иногда оно bывает скептически o настроено. qədər bərk olur ki, Rəbb. Иногда просто таким твердым. Amma xahiş eləyirik, Rəbb, Но мы просим Тебя, biz Господь. səni eşitmək istəyirik. Мы хотим Тебя слышать. Biz səni eşitmək istəyirik. Sən Xəstə bizlə danışmaq istəyirsən, biz isə səni eşitmək Ты хочешь istəyirik, с Rəbb. нами говорить, а мы хотим Тебя слышать. Ürəyimizi bax o cür elə ki, eşidə bilən ürək olsun. Сделай наши сердца таковыми, чтобы оно было слышащее сердце. Xahiş eləyirik. Просим Тебя İsa Məsihin ismi ilə. во имя Иисуса Христа. Amin. Аминь.